hüquq təhsili və ya daha yaxın sahələrdə çalışan siz hüquqşünassınız. Başqa, yəni sizdən başqa səvay kimsə var? Daha çox belə başa düşürəm ki, IT, AI bu yönümlü hüquqşünassınız. Çox xoş oldu hamınızı görməyə. İşlədiğimiz sahə sayılırsa baş prokurorluqda işləyir. Yəni o da sayılır əslində. Hüquq sahəsinə çox yaxındır. Bəli. Özümü təqdim edeyim. Mən Quliyeva Banu, Azərbaycanda vəkiləm. Karyeramı demək olar ki, böyük hissəsini Azərbaycanda qurmuşam. Maliyyə İnstitutunda çalışmışam. Son olaraq da Amerikaya təhsil yolu ilə köçməmişdən öncə Azərbaycanda hüquq departamenti rəhbəri olaraq çalışmışam və paralel olaraq da vəkil fəaliyyətini həyata keçirmişəm. Və bir növ belə deyim, komfort zonanı qoyub hər şey sıfırdan başlamağı düşündüm. Qərara gəldim ki, artıq bildiyim sistemdən çıxıb tamam fərqli bir hüquqi mühitə getsəm, bu məni daha çox inkişaf etməyə bir imkan yaradacaq. Və Amerikada master səviyyəsində təhsil almağını qərara aldım. Ümumən əgər indi hüquqşünaslara aid olan o digər indi hansı xəttlə, hansı yolla getməyində onları da çalışacağam, əhatə edeyim bugünkü görüşdə. Amma daha çox çalışacağam ki, hər kəs üçün maraqlı olsun, çünki hüquqla əlaqəsi olmayan şəxslərlə iştirakçılarımız da var. Ümumən, yəni belə deyim, istəyirəm yəni struktur olaraq gedək. Birinci növbədə həyat və adaptasiya Amerikada. Yəni biz Amerika Birləşmiş Ştatlarına köçəndə düşünürük ki, yəni adaptasiya deyəndə yalnız bizim bu ingilis dili və yeni şəhərə öyrəşmək hesab olunur, amma əslində tam olaraq elə deyil. Bir növ həyatımızı sıfırdan qurmağa başlayırıq. Çünki Azərbaycanda müəyyən bir illərlə formalaşmış bir təcrübəmiz var, bir bankımız var, telefonumuz var, professional bir çevrəmiz var, amma Amerika köçəndə biz bunları bir növ sıfırdan qurmaq məcburiyyətində qalırıq. Belə deyək də bir növ yenidən başlayırıq. Yəni praktik bir nümunə deyim, məsələn, credit history, yəni Azərbaycanda ümumiyyətlə yəni credit history deyilən bir anlayış yoxdur. Yalnız kredit üçün müraciət etdikdə sənin daha öncəki tarixçənə baxılır, amma Amerikada credit score çox böyük bir anlama gəlir. Yəni səni bir fərd olaraq tanımaq üçün kredit skoruna baxırlar. Kredit skor müəyyən bir rəqəmdir. Yəni o aşağı olsa müəyyən bir imkanlardan sən istifadə edə bilmirsən deməkdir. Yuxarıdırsa, yəni sən rahat evi kirayə də götürə bilərsən, istədiyin evi kirayə də götürə bilərsən. Düzdür, orada sənin gəlirliyin də müəyyən bir rol oynayır. Amma buna çox bir önəm verirlər. Hətta yəni dediyim kimi ev kirayə götürəndə sizdən kredit skor soruşulur. Və kredit skoru da build up etmək üçün siz kredit götürməlisiniz. Yəni mənim məsələn belə deyim, daha öncə Azərbaycanda hər hansı bir kredit təcrübəm olmuyor və ora getdikdən sonra mən də özümə belə bir maraqlı qəribə gəldi ki, nəyə görə mən kredit üçün müraciət etməliyəm, mənim kreditə ehtiyacım yoxdursa əgər. Amma ki, bu kredit skoru build up etmək üçün mütləq yəni ona müraciət etməlisən. Kreditə ehtiyacın var və ya yoxdur yəni. Bunun heç bir fərqi yoxdur. Ev kirayələməklə bağlı mən ümumi çalışacağam ki, belə daha çox bu məişət məsələlərinə də toxunum ki, indi bilmirəm, içərinizdə Amerikada təhsil almağı düşünənlər var və ya artıq təhsil alıb gələnlər var, yenidən getmək istəyənlər var və s. Onun üçün çalışacağam ki, onları da əhatə edeyim ki, sizin üçün bir növ belə deyim də maraqlı olsun. Ev kirayələmək, yəni Azərbaycandakı kimi evi bəyəndim, kirayələyirəm, belə bir deyil. Application var, income verification var, credit score var və applicationdan moving fee var, əlavə bir ödənişdir və application sən göndərməyin o demək deyil ki, artıq ev sənindir və sənə approve gələcək, sənə reject də gələ bilər. Application göndərdikdən sonra proof of income, o kimi məsələlərə baxılır ki, sənin ümumiyyətcə gəlirin nə qədərdir və müəyyən tələblərdə ola bilər ki, əgər evin aylıq kirayəsi götürək ki 1500-dür, sənin aylıq gəlirin 2 qat, 3 qat olmalıdır. Belə bir tələblər var və siz maksimum çalışmalısınız ki, öz gəlirinizi təsdiq edəsiniz və göstərəsiniz ki, yəni sizin kirayə ödəməyinizə, ödəmə qabiliyyətiniz yəni vardır və gələcəkdə hər hansı bir problem yaranmayacaq. Və burada bir növ müqavilə mədəniyyəti çox böyükdür. Məsələn, orada daha çox
hə biz belə şifahi danışmışdıq, şərtləndirmişdik, belə bir məsələlərə ümumiyyətcə demək olar ki, önəm verilmir. Hər şey kontrakt üzərindən gedir. Yəni hətta adicə kirayə müqaviləsi bağlandıqda belə kirayə müqaviləsi olur təbii ki və onların istinad etdiyi belə deyək də qanunlar və requlativ normalara istinad olunur və demək olar ki, belə bir praktika var ki, müqavilənin altına həmin elə normaları tikirlər və artıq kirayə götürən şəxs bir növ axtarış etməyə məcburiyyətində deyil də ki, mənim ümumiyyətcə hüquq və vəzifələrim harda əhatə olunub. Bir də professional adaptasiya, yəni bu əsas bir rol oynayır əslində. Azərbaycanda yəni yaxşı iş görməyə biz çox yəni fokuslana bilərik, amma Amerikada daha çox networking və özünü necə göstərmək, yəni bir növ sənin adın rol oynayır. Və bunun üçün də adicə belə deyək də praktikada Amerikada praktika məsələn kimləsə kofe bir mitinq təşkil etmək, soruşmaq və LinkedIn üzərindən bəli. Mən bir dənə şey xahiş edəcəm, bir dənə bir şey. Bəli, buyurun. Bir dənə şey xahiş edəcəm. Bir dənə bu mikrofonu biraz siz özünüzə daha səslə. Yaxın eləyim. Bəli. Bir də dostlar kimin içkisi var sizə gətirə bilər? Mən sifariş etmək üçün sifariş etməliyəm yoxsa necə? Latte götürərəm. Çox sağ olun. Bir dənə də sual vermək istəyirəm. Bəli, buyurun. Sizdə indi təhsil vizası verirsiniz. Bəli, bəli. Heç bu məsələn bir dənə vizanın tipini 100% səhv deyə bilərəm, amma UK-də də bir dənə Global Talent vizası var. Bu EB1 vizaydı, yoxsa bir dənə viza tipi var, hansı ki entrepreneurship deyil idi, amma sanki müəyyən bir talent olduğu vaxtı bir viza tipi var idi. O yadıma gəlib soruşurdu ki, onun əlaqədə bir konsultasiya eləmişsiniz, nə vaxtsa, kimlənsə. Yəni siz yəqin ki EB1, EB2, ENIW nəzərdə tutursunuz. Bu belə deyək də bir növ siz Amerika deməli job marketinə verə biləcəyiniz töhfələri sübuta yetirməlisiniz. Bu da bir növ belə deyim də strategiyadır. Yəni vizaya mən müraciət etdim kimi deyil, yəni ondan öncə müəyyən bir roadmap olmalıdır, bir action plan olmalıdır, hazırlıqlar görülməlidir ki, bunun necəsə perspektivini siz yüksəldə biləsiniz. Yəni o hazırda Amerikada çox geniş yayılıb və əgər onu proof edə bilsə şəxs, yəni o xəttlə də onların bir növü var, tam dəqiq deyə bilməyəcəm, amma green cardda çıxardan bir növləri də var müəyyən bir ildən sonra. Yəni onlara da apply etmək olar. Necə? Oradakı trick nədir? Yəni orada məsələn trick var, amma kimisi buna çox diqqət etmək lazımdır. Daha çox yəni belə deyək də proof eləməlisiniz ki, siz Amerika üçün nə kimi önəmli işlər görə bilərsiniz, nə üçün, necə faydalı ola bilərsiniz və necə faydalısınız hazırda. Yəni əsas budur. Məsələn mən əgər sıravi bir əməkdaşamsa və hər hansı bir növ belə deyim də, yəni nə qədər çox beynəlxalq sertifikatınız olsa və daha çox belə deyim, adicə yəni daha çox yəni sosial yönümlü layihələrdə iştirak etsəz və s. Yəni bu sizə həmin o viza və approve almaqda kömək eləyəcək. Düzdür da en qədər requirement var. Yəni onların hər birinə əməl etmək lazımdır. Hətta yəni əgər hər hansı bir PhD təhsili almısınızsa, orada da müəyyən məqalələrin nəşr olunması, dərc olunması və sair məsələlər də var. Hər biri ayrı-ayrılıqda hər birinin özünün tələbləri var. Amma mən hazırda Amerikada F1 vizası əsasında çalışıram. Təhsil yolu ilə getmişəm və F1-dan sonra OPT deyilən bir imkan var. OPT nədir? Yəni sən təhsildən sonra praktiki artıq biliyi əldə etmək üçün sənə verilən bir imkandır. Sən müraciət edirsən təhsili bitdikdən sonra, graduationdan sonra daha öncə, daha sonra da eləyə bilərsən. Müəyyən orada bir deadline-lar var. Employment Authorization Document almaq üçün müraciət edirsən ki, mən OPT-yə başvururam və mən OPT müddəti ərzində Amerikada çalışmaq istəyirəm və əsas nədir? Sizin təhsil aldığınız status çalışacağınız şirkət və ya belə deyək də industriya uyğun olmalıdır. Məsələn, mən hüquqşünasamsa, mən belə deyim də buğalter kimi çalışa bilmərəm. Mənim legal statusum qorunmalıdır ki, mənim Amerikada qalmaq belə deyim də qüvvədə olan vizam, yəni vizam aktiv olsun, bir növ belə deyək.
Onun üçün də yəni OPT özü 12 aylıqdır. Məsələn, hüquqşünaslar üçün 12 aylıqdır. Amma elə bir sahələr var ki, o bir ildən də artıq ola bilər. Məsələn, computer science-dir, software engineering-dir. Onlarda daha çox yəni bir illik ola bilər. Amma yenə də o hər deməli ixtisasın öz CIP kodu var. Həmin CIP koda baxacaqsınız ki, yəni sizdə OPT 1 illikdir və ya 24 aylıqdır və s. Yəni bu kimi məsələlərdə diqqət yetirmək lazımdır. Təhsil məsələsinə istəyirsiniz keçək. Yəni ABŞ-da təhsil almamışdan öncə əsasən birinci mən də məsləhət görürəm ki, məqsədinizi müəyyən eləyəsiniz. Yəni ABŞ-a gedib təhsil almaq xatirinə gedim deyə deyil. Çünki artıq həmin o OPT məsələsində siz artıq karyeranızı orada qurmağa əgər planlayırsınızsa, yaxşı olar ki, öncədən bir məqsəd formalaşsın ki, hansı sahədə siz təhsil almaq istəyirsiniz, inkişaf etmək istəyirsiniz. Məsələn, mənim seçdiyim sahə mənim hazırki backgrounduma uyğun idi. Mənim master proqramım Global Business and Financial Law idi. Yəni mən maliyyə institutunda çalışmışam, corporate law sahəsində çox sağ olun, sahəsində çalışmışam və mənim bir növ belə deyim də backgrounduma aligned-dir və təhsil müddəti ərzində biz yalnız belə deyək, proqrama uyğun müəyyən bir klasslar var. İndi bilmirəm, yəni mənim təhsil aldığım təhsil müəssisəsində belə idi, amma digər ixtisaslarda fərqi də ola bilər. Amma adətən praktikada necədir? Müəyyən bir klasslar var, artıq sizə uyğun, sizin maraq dairənizə uyğun, yəni hansı sahədə ixtisaslaşmaq istəyirsinizsə, ona uyğun bir klasslar verilir və həmin klassları seçirsiniz. Və artıq yəni müəyyən bir requirementlar var, kreditlərə bağlı, yəni ki, minimum neçə kredit olmalıdır və s. Yəni deməkdə məqsədim odur ki, gəlməmişdən Amerikaya əgər getməyə planlayırsınızsa, ilk öncə çalışmaq istədiyiniz və inkişaf etmək istədiyiniz bir ixtisasa başvuraq, onu düşünək ki, daha sonra həmin sahədə çalışmağı dənəyə bilək və yaxşı olar ki, sizin əgər artıq bir formalaşmış bir backgroundunuz varsa, experience varsa, ona uyğun da ixtisası necəsə uyğunlaşdırasınız ki, elə daha rahat olacaq ki, həm praktiki biliyinizi məsələn təhsil zamanı da bölüşə bilərsiniz, təhsildən sonra da OPT-də sizə artıq daha rahat olacaq. Bu arada bir şey soruşacağım. Ümumiyyətlə, universitetlərin qəbulu əyalətdən əyalətə dəyişir, yoxsa universitetin müəyyən səviyyədə dövlət və özəlin yanaşması fərqli cür olur, yoxsa? Çox güman ki, fərqli. Ümumiyyətcə, yəni Amerikada bu legal sistemdə necədir? Federal and state law var. Yəni ki, ola bilər ki, məsələn, mənim olduğum ştat Illinois'dur, mən Chicago'da oxuyuram, təhsil alıram. Ola bilər Kaliforniya tamamilə fərqli qaydalar ola bilsin. State'a görə dəyişə bilər. Məsələn, immigration law federal law'dur. Yəni immigration law hər yerdə, Illinois'da da, Kaliforniyada da eynidir. IP law həmçinin. Amma müəyyən sahələri var ki, state'dan state'a fərq ola bilər, employment ayrı ola bilər, həmçinin məsələn təhsil. Məsələn, ola bilər ki, müəyyən bir adicə götürək də bir dili təsdiq edən sertifikatın müəyyən bir skoru ola bilər ki, məsələn, götürək ki, Illinois'da 6-dır, 6-5-dir, amma Kaliforniyada məsələn 7-dir, 8-dir, fərqli ola bilər. Onun üçün ona əgər başvurmaq istədiyiniz hər hansı bir təhsil müəssisəsi varsa, birbaşa onlarda enrollment policylər olur, yəni ora baxa bilərsiniz, müraciət edə bilərsiniz və ən rahat üsul əslində mail üzərindən müraciət etməkdir. Daha çox yəni Amerikada belə mail üzərindən müraciət edəndə daha tez geri dönüş almaq da mümkündür və bütün suallarınız da cavablandırılmış ola bilər əslində. Deməli, təhsildən sonra işləmək, dediyim kimi OPT, Employment Authorization Document, bu məsələlərə artıq toxunduq. Yəni, OPT özü də optionaldır, yəni müraciət edə də bilərsiniz, etməyə də bilərsiniz. Amma təhsilinizi başvurduqdan sonra əgər F1 vizası əsasında ölkə daxil olmuşsunuzsa, müəyyən müddət verilir, grace period verilir, ölkəni tərk etməlisiniz. OPT özündə də necədir? Siz OPT-yə başvuru edirsiniz, yəni apply edirsiniz, sizə müəyyən bir müddət verilir. O demək deyil ki, biz 1 il, 2 il qalıb burada iş axtara bilərik, elə deyil. Müəyyən bir müddət verilir ki, indi o müddətlər də dəyişir, tam dəqiq deyə bilmərəm. Həmin müddət ərzində siz artıq offer almalısınız, iş almalısınız. Əgər iş tapa bilməsəz, OPT-yə apply edib etməməyinizdən asılı olmayaraq artıq ölkəni tərk etmək məcburiyyətində qalacaqsınız. Yəni belə bir immigration rullar da var, onlara da diqqət yetirmək mütləqdir ki, yəni gələcəkdə hər hansı bir problem olmasın. Employment Authorization Document özü, yəni viza deyil. Bu sadəcə olaraq sizə işləmək hüququnu verir. Employment Authorization Documentdən öncə də Social Security Number alırsınız.
Məsələn, mən Amerika ilk getdikdə, yəni ilk sual o idi ki, hara müraciət edirsən, adicə mağazaya və s. Sizdən soruşulan ilk odur ki, social security number. Bu bir növ bizim belə deyim də finə bərabərdir. Sizi onunla identifikasiya eləyirlər. O social security number-da, yəni F1 vizası əsasında getdikdə almaq mümkün deyil. Yalnız OPT-yə apply etdikdən sonra sizə employment authorization document gəlir, daha sonra o social security number-ı ala bilərsiniz. Yəni belə bir prosesdir. Onun üçün belə deyək, tələbələrdə biraz o çətindir, yəni ki. Daha sonra karyera məsələsinə istəyərəm toxunum ki, yəni ola bilər məsələn siz Azərbaycanda müəyyən bir karyera qurmusunuz, 7-10 il təcrübəniz var. Amma bu demək deyil ki, yəni Amerika Birləşmiş Ştatlarında da siz eyni səviyyədən başlayacaqsınız. Məsələn, mən şəxsən özüm bir neçə intervyularda iştirak etmişəm. Birində məsələn daha yuxarı pozisiya müraciət etdikdə bildirilirdi ki, daha çox yanaşma o idi ki, sizin Amerikada experience-ınız yoxdur. Aşağı pozisiya və ya orta pozisiyada müraciət edəndə açıq-aydın bildirirlər ki, you are overqualified for this position. Yəni biz səni işə götürəcəyik, sən məmnun olmayacaqsan, səni motivasiya edə bilməyəcək, bir növ belə yönümlü düşünürlər. Yəni belə bir çətinliklər də var əslində. Amma hər bir halda əsas US marketinə girməkdir. Daha sonra artıq belə deyim də öz axarı ilə gedəcək deyə düşünürəm. Və yəni ki, belə deyim, Amerika Azərbaycanda, yəni bizim çalışdığımız şirkəti tanımaya bilər və bu çox normaldır. CV-yə gəldikdə, ümumiyyətcə yəni intervyu prosesi necə gedir? Məsələn, daha çox onlarda platforma, məsələn bizim job search daha çox belə yayılmış. Onlarda Indeed-dir. Indeed üzərindən müraciət edirsiniz, job requirements-lara baxırsınız, uyğun gəlirsinizsə və rezümeni Amerikanın müəyyən standartları var, ona uyğunlaşdırmalısınız. Məsələn, bizim Azərbaycanda qəbul olunan praktikada, yəni CV Amerika üçün qəbul olunmur. Nəyə görə? Çünki bizdə çox detallı məlumat verilib. Yəni ola bilər 5 vərəqdir, amma Amerika standartlarında bir vərəqli rezüme o 5 vərəqli rezümedən daha çox önəm kəsb eləyir, belə deyək. Və əsas nədir, nəyə diqqət etmək lazımdır ki, məsələn, job description-da müəyyən bir açar sözlər var. Sizin rezümedə o açar sözləri olmalıdır. Çünki niyə? Amerikada bir çox şirkətlər, yəni böyük şirkətlər və ya ortada deyə bilərik. Yəni Azərbaycanda bilmirəm, yəni həmin o sistemi tətbiq edən var ya yoxdur. ATS deyilən bir platforma var, proqram var. Onu tətbiq eləyirlər. Artıq sizin belə deyək, rezümeni bir növ screening edirlər ki, sizin rezüme job description-da qeyd olunan o deməli requirement-ları, match skill-ları əhatə eləyir və ya etmir. Və artıq avtomatik kəsilir. Məsələn, mən en qədər CV göndərmişəm, rezümə göndərmişəm. Bu çox normaldır. Yəni 100 ədəd müraciət eləyə bilərsiniz və heç geri dönüş almaya da bilərsiniz. Çox normaldır Amerika üçün. Və mən özüm məsələn müraciət eləyəndə axşam müraciət edirdim, səhər oyanıb görürdüm ki, artıq reject almışam. Bunun da səbəbi, yəni mən əminəm ki, orada rekruterlər işləmir. Bu artıq yəni sistem məni avtomatik kəsir. Çünki artıq görürlər ki, screening eləyirlər, görürlər ki, yəni rezüme job description-a uyğun deyil. Onun üçün artıq avtomatik kəsilir. Bunun üçün də nə məsləhət görərdim? Yəni Amerikanın özündə də rekruterlər, coachlar belə bir məsləhətlər verir ki, çalışın rezümeni hər bir job description-a adapt edin. Yəni məsələn bir rezüme, mənim şəxsən işə müraciət edəndə rezüme bir deyildi. Hər pozisiyona uyğun, hər pozisiyona görə deməyəm, yəni çox da deyildi əslində, amma çalışırdım ki, job description-da olan o açar sözlər mənim rezümemdə olsun. Düz experience də vacibdir, yəni olmayanlar da yazmaq düzgün deyil, çünki daha sonra o ortaya çıxacaq. Amma yəni belə eləyəndə heç olmasa ATS-dən keçmək mümkündür. O əsasdır. Daha sonra intervyuda, məsələn, intervyuda daha çox suallar nə verilir? Yəni sənin experience-in nədir? Sən hansı sahələrdə çalışmısan? Bir də daha çox behavioral questionlar verilir. Bu bir növ, yəni sənin çalışdığın dövr ərzində qarşılaşdığın hər hansı bir hadisə və onu sən necə çözmüsən və bunun nəticəsi nə olub? Yəni star question da deyirlər ona. Nə baş verdi?
sənin məsuliyyətin nə idi orada, nə etdin, necə həll etdin və nəticə nə oldu? Bir növ belə suallar çox yəni aktiv yayılıb, rekruter tərəfindən verilir daha çox. Məsələn, hüquqşünas pozisiyasına müraciət edəndə o sualları hüquqşünas deyil, rekruterlər daha çox verir də, yəni sırf daha öncəki prosesdə, ilkin prosesdə kim iştirak edirsə, onda da fərqli ola bilər. Və özünüz haqqında danışırsınız. Məsələn, hazırki rolunuz nədir? Amerikada çalışırsınızsa, present rol, daha öncəki experience nədir? Past rolunuz haqqında və bu iş üçün nə üçün mən müraciət etmişəm? Ona da qısaca olaraq, yəni önəm verib onu da cover etmək mütləqdir ki, intervyu bir növ yaxşı keçsin. Bir də əsas dediyim kimi, yəni networking. Məsələn, biz bir növ belə deyək də, adam biz utanır ki, məsələn, yaxınlaşsın, soruşsun ki, sizdə məsələn şirkətdən hansı bir uyğun pozisiya var və s. Əslində, yəni bu çox normaldır Amerika üçün. Çünki sən özünü göstərmək üçün sənə bir imkan yaradılmalıdır. Və bu imkan yaradılması üçün sən özün haqqında qısaca olaraq necəsə danışmalısan. Bunu düzdür, LinkedIn üzərindən də eləyə bilərsən. Məsələn, mənim koçum var idi, mənim universitetimdə təhsil aldığım təhsil müəssisəsində. Mənə koç özü məsləhət görmüş ki, məsələn, rekruterlara LinkedIn üzərindən yaz, çalış, yəni yazının sonunu sualla bitir ki, yəni geri dönüş ala biləsən və tək yəni bu rekruterlərə deyil, müəyyən bir növ belə bir bizim sahəmizdə çalışan şəxslər də yəni mail və ya mesaj yazdıqda onu sualla bitirmək məsləhətdir ki, geri dönüş ala biləsən. Əslində mən bunu denədim. Yəni try etməkdə fayda var. Yəni ki, bir xeyri olur onun da, geri dönüş olur. Yəni bu da çox normal bir şeydir. Bəli. Məsələn, nə tip mesajlar təklif edirlər? Yəni məsələn götürək ki, mənim IT law sahəsində praktikam var. Məsələn, mən yazıram ki, görürəm ki, həmin şəxs IT law sahəsində çalışıb və bildirirəm ki, mən də IT law sahəsində çalışmışam. Bəs bu nə məsləhət görərsiniz? Yəni Amerikada daha çox bu sahəni inkişaf etmək üçün, yəni belə bir növ. Konkret yəni orada sizdə, yəni salam necəsən məsələsi deyil də. Konkret olaraq adamın kimə ki yazacağımız mesajı ünvanlansın şəxsin experience-nə baxmalısınız ki, hansı sahədə çalışır və çalışmaq lazım ki, onun sahəsinə uyğun suallar verəsiniz. Həm onun üçün də maraqlı olsun və həm də yəni sizin də sahənizə də uyğun olsun ki, nəsə bir siz də fayda əldə edəsiniz. Yəni tək sual yazdım, cavab aldım kimi deyil. Və sizə məsələn ondan geri dönüş eləyən olurdu? Geri dönüş bəli, eləyən olurdu. Məsələn, hətta mən bir şəxsə müraciət etmişdim. O özü belə deyək də menecer pozisiyasında idi. Amma digər ştatda çalışırdı. Məsələn, onun şirkətində belə mövzu əsasında da artıq özü bilir ki, mənim çalışdığım şirkətdə hər hansı bir, yəni sənə uyğun bir vakansiya yoxdur. Amma mən səni rekruterlərlə çalışdıracağam. Bəlkə onlardan sənin sahənə uyğun hər hansı bir vakansiya ola bilər. Yəni bu çox normaldır. LinkedIn üzərindən mesaj yazmaq və ya hər hansı bir networking bir eventlərə getmək, orada birbaşa yaxınlaşmaq, müraciət etmək çox normal bir şeydir. CV-ni çap edib CV-ni də vermək bu da çox normal bir şeydir, yəni. Yəni bu praktikada qəbul olunan bir şeydir. Hal-hazırda bəli çalışıram. Daha öncə belə deyim, hazırki günə kimi mən immigration law sahəsində çalışmışam, amma artıq digər job offer almışam və bu gələcəkdə, yaxın gələcəkdə çalışacağım şirkətin industrisi daha çox payment, ödəniş bu sahələrə aid. Yəni mənim bir növ tam olmasa da, %100 olmasa da, amma background-uma biraz uyğundur. Amma daha əvvəldə immigration law sahəsində yəni çalışmışam. Yerli, məsələn, Amerikan hüququna bağlıdır da yerli, yoxsa daha çox beynəlxalq tənzimləmələrlə bağlıdır? Yox, orada yəni sırf Amerikanın qanunvericiliyi, yəni mənim national based. Yəni mənim immigration law zaten federaldır. Yəni Amerikanın qanunu federal qanunlar üzərindən gedir. Digərdəki payment-də orada artıq state law da ola bilər. Şirkət özü Illinois based-dir, California based-dir. Kaliforniyanın qanunları, regulationları tətbiq olunur və müəyyən hissədə, yəni Illinoisda yerləşdiyi üçün ola bilər ki, state law-da ora şamil olunsun. Və ümumiyyətcə yəni Amerikada o legal system necədir? Federal, state law, bir də case law. Məsələn, Azərbaycanda biz bildiyimiz məcəllələrdir, qanunlardır. Hər hansı bir sualımız yaranır, biz məcəlləni açırıq, qanunu açırıq və əgər orada bir sualımızı cavab tapa bilmiriksə,
biz məhkəmə praktikasına müraciət edirik. Amma Amerikada tamamilə fərqlidir. Amerikada birbaşa case law-dur. Yəni sən pretendentlərə baxırsan. Sırf bu məsələ ilə bağlı daha əvvəl bir case olmuşdurmu? Yəni məhkəmə buna necə qiymət verib? Sənin faktların ona uyğundurmu? Sən onu buna tətbiq edə bilərsənmi və s. Düzdür, Amerikada regulation da var, qanun da var, konstitusiya da var, amma daha çox case law üzərindən qurulub sistem. Hətta yəni belə deyək, Westlaw, Lexis bəlkə də bilirsiniz, yəni bu kimi platformalar var. Orada demək olar yəni Amerikanın bütün statlərində qəbul olunan qərarlar orada öz əksini tapmışdı. Yəni siz sadəcə o açar sözləri vurursunuz, məsələn, personal injury vura bilərsiniz, vurursunuz və ona uyğun sizə caselər çıxacaq. Onu araşdırırsınız, baxırsınız, əgər sizin hər hansı bir şəxsi və ya indi professional çalışdığınız dövr ərzində hər hansı bir case yaranırsa, case-ə müraciət edəcəksiniz. Yəni Amerikada heç kim qanunu açıb baxmır ki, qanun nədir. Düz əlbəttə ki, ona da baxırlar, kodlar da var, ona da baxılır, amma əsas case law-dur ki, onu ümumiyyətcə hakim necə interpretasiya edib. Bəli. Bir neçə il əvvəl məsələn, Trump müsəlmanlar oraya gəlməsin, Green Card Üniversitesi bir qərar çıxartdı, amma hansısa ştatın bir hakimi həmin qərarı, prezidentin qərarı nədir səlahiyyəti var. Amma eyni zamanda hər hansı bir кейsdə məhkəmədə heç olur jüri deyil, memurlar, üzvlər var. Onun qərarı hakimdən daha üstün sayılır. Ya o da belə deyək. Onlar daha çox, onlar hüquqşünas olmur, o jürilər. Hüquqşünas deyirlər. Onlar bütün məhkəmə proseslərində olmur, məsələn, kriminalda olur. Onlar daha çox fakt üzərindən gedir ki, məsələn, faktlar baş verib, həm də inanırlar, inanmırlar və s. Witness-ın, məsələn, şahidləri dinləyirlər və artıq öz bir rəylərini verirlər. Belə deyək də, bir növ köməkçi bir şey kimi oynayır, rol kimi oynayır, amma tətbiq də olunur. Ola bilər ki, yəni hakimin mövqeyindən də daha çox, yəni jürinin mövqeləri nəzərə alınır, fərqlidir. Amma bu detallara açıq deyim sizə tam deyə bilmərəm, çünki tamamilə fərqlidir. Hər statedən statə fərq var və ümumiyyətcə məhkəmə praktikası çox fərqlidir də. Mənim də çalışdığım sahə sırf litigation olmadığına görə, yəni səhvə yönləndirməyi də istəmirəm, amma yəni orada sistem ümumi belə deyək, çox fərqli nəzərə alınır, daha çox fakt üzərinə. Jürilər, yəni onlar hüquqi biliyi olmayan şəxslərdir. Sadəcə olaraq onlar daha çox götürək ki, əgər şəxs danışırsa, faktları əsaslandırırsa, bildirirsə, inandım, inanmadım, nə kimi sualım yarandı, düz danışır, sadəcə şahid ifadəsi verilir və onu qarşılaşdırır, fakt üzərindən gedirlər. Onlar yəni kodeksa baxmırlar, qanuna baxmırlar, pretendentə baxmırlar. Yəni elə bir o artıq hakimin belə deyim də mövqeyi artıq bir növ qanun, case law üzərindən qurulmuş olur. Amma bir кейsdə tutanından burada bir nəfərinə dalaşıqlar, xəsarət etmişəm. Onun məndən şikayətçi olmalar, bizim qanunvericiliyə belə ki, mən hüquqşünas deyiləm. Şikayətçi olmasa da mənim ona xəsarət yetirmədiyim anlamına gəldilər. Bunun bir cəzası var bizim кейsdə. Mən orada jürinin qarşısına keçib Allah haqqı bilmədən elədim desəm, ola məni buraxdım. tamamilə fərqli. Aslında hə. Orada daha çox məsələn düşünmürəm yəni. Produkt zərərlərdə jüri rolu. Ən çox hansı produktdan dəyər zərərlərdə jüri həlledici qərar verir və çox praktikada tətbiq olunur. Məsələn, McDonald's-da kofe tökülmüşdü üzərinə, onda orada istilik xəbərdarlığı olmadığı üçün məhkəməyə vermişlər. Məsələn, orada səhv vermişsə jüri istifadə olunmuşdu və müəyyənləşdirmişdi ki, həqiqətən McDonald's haqlıdır, yoxsa haqsızdır. Ondan sonra yəni bu tip produkt zərərlərində daha çox mənim. Düzdür, biraz individual o yanaşmadır, yəni spesifik olduğu üçün. Buyurun. Yəni ümumiyyətlə, yəni hansı universitetin reytingi yuxarı olması işə götürənlərə təsir edir. Məsəl üçün, getdin, transaksiya oldu, universitet çıxarmıyor, onun təsiri olunmuyor işə götürənlərə. O açıq deyim, yəqin ki, şirkətin daxili polisinə əsaslanan bir şeydir. Amma belə açığı danışsaq, məsələn, Harvard-ı bitirən və ya götürək ki, Chicago'da dövlət universitetini bitirən şəxs arasında Harvard-da əlbəttə ki, üstünlük verilə bilər. Sırf elə ola bilər.
LLM yoxsa? Yəni rol oynayır. Məsələn, ola bilər ki, orada tam olaraq hər sahə üzrə, ixtisas üzrə, məsələn, mənim təhsil aldığım təhsil ocağında, mən Chicago Kent College of Law-da təhsil almışam. Orada deməli hər ixtisasın özünün bir rankinqi var. Onlar nəzərə alınır. Amma deyim ki, %100 yəni o rol oynayır, xeyr, elə deyil. Amma yenə də o tərəfini mən görmədiyim üçün deyə bilmərəm %100, amma nəzərə alına da bilər. Amma daha çox onlar sənin experience-na önəm verir ki, sən bizim üçün necə faydalı ola bilərsən. Yəni biz səndən nə əldə edəcəyik gələcəkdə səni işə alsaq. Amma təhsildəki ümumiyyətcə yəni LLM özü böyük bir rol oynayır. Yəni ki, belə deyim də, bu müsbət bir cəhət ki, artıq sizin Amerikada bir təhsiliniz var. Bu artıq bir rolda, artıq digəri də qalıb artıq sizin təcrübənizə, experience-ə qala bilən bir məsələdir. Nəsə suallar varsa, siz də sualın üzərində. Buyurun. Sizdə ümumiyyətlə təcrübəsi olub AI-la, AI-ın inteqrasiyasında hüquqi tərəflərindən danışdım. Yəni, fikirləşirəm ki, sual versəm, mən sizin namiliyəm bu mövzudan qədər, amma yenə sual vereyim. Buyurun, buyurun. Deməli, məndə denən bir product var, hazırda bu üzərində işləyirəm. Mini bir description verimlədir. Heç bir personalized data istifadə eləmədən, müəyyən bir AI-ilə LLM inteqrasiyasıyla şəxsləşdirilmiş bir məzmun təqdim edirəm qarşı tərəfə. Amma bu şəxsləşdirilmiş sözünün altında olan şey qarşı tərəfi bir şəkildə bilmirəm, məlumatım yoxdur. Sadəcə müəyyən bir təcrübə əsasında bunu fərz edirəm və ona uyğun bir şəxsləşdirilmiş bir data qarşı tərəfə götürməyə çalışıram. Bu websayt ola bilər, mürafiqət ola bilər, hər hansı bir məhsul ola bilər. Yəni, əvvəl əslində 2023-cü ildə mən bununla bir GDPR problemi yaşamışdım çox ciddi bir şəkildə. Amma o zaman device fingerprint alırdığında istifadəçinin müəyyən bir fingerprintini alırdı. Amma indi heç bir personal data yoxdur, heç bir cookie də yoxdur əslində. Privacy, yəni instantdə, yəni burada heç bir şey əlavə resurs almıram. İndi mən bunu ilkin stepdə əslində Amerika üçün müəyyən bir əslində belə deyək də akselerasiya proqramına qılmaq istəyirəm. Sadəcə mən 2023-cü ildə yaşadığım bu legal problem var idi və akselerasiya proqramında mən bu legal prosesindən keçə bilməmişdim. Və mənə də əslində ən böyük pain point olaraq bunun legal tərəfini heç bir qalan ala bilməyəcəyimi mənə dedilər. İndi nisbətən əslində bunun privacy məsələsini belə privacy friendly eləməyə gətirmişəm. Sualım da o idi ki, indi davamlı olaraq özümü inkişaf etməyə çalışıram ki, yəni legal tərəfdəki AI-ı legal tərəfini eləməliyəm. İndi mən əgər bunu Amerika bazarında bunu təqdim etmək üçün bir hədəfim varsa və bunu müəyyən bir LLM inteqrasiya etməyə çalışıramsa və tam olaraq burada əsas belə value pointlər nə olmalıdır ki, mən bunu inteqrasiya və bunun legal tərəfini üzərindən atlamayayım da, yəni bunun üzərindən onu diqqət edeyim. Yəni, yoxsa default bir məqalədən söhbət edir, məsələn, çünki privacy bunu istəyən bir məsələdir, yoxsa hər hansı bir xüsusi bir addım olmalıdır bundan? Daha çox belə deyək də, data, yəni ən qiymətli bir şey hazırki dövrdə, yəni datadır. İndi siz o quracağınız məhsulun altında kökü nəyə əsaslanır? Siz o məlumatları hardan toplayırsınız? Məsələn, bir case law olub, Westlaw-dur, yəni Westlaw bir növ belə deyək, hüquq araşdırmanı etmək üçün müəyyən bir platforma, çox məşhur bir platformanı hüquqşünaslar tərəfindən də çox geniş şəkildə istifadə olunur. Onların müəyyən bir head note-ları var idi və həmin o head note üzərindən digər üçüncü bir şəxs, üçüncü bir şirkət öz məhsulunu qurmuşdu. Və bunların arasında belə bir məhkəmə çəkişməsi oldu. Westlaw ona əsaslanırdı ki, mənim yəni ki müəllifi olduğum materialdan istifadə edib və ikinci bir məhsul buraxıblar. Və IP Law, yəni həmin məhkəmə çəkişməsində də Westlaw qalib gəldi. Nəyə görə? Çünki müəlliflik hüquqları qorunur. İndi burada sual yaranır ki, sizin o məhsul, müəyyən bir regulationlarda yenə də onlara riayət etmək lazımdır. Siz datanı hardan götürürsünüz, hardan inteqrasiya edirsiniz ki, o üçüncü şəxsin maraqlarına toxunmasın, maraqlarına və müəlliflik hüquqlarına toxunmasın. Mən əslində sizin müəyyən bir giriş tərəflərinizi təxmin edirəm sadəcə. Amma sizin heç bir məlumatınız olmadan da, yəni məlumatınızı almadan müəyyən bir təxmin aparıram və o təxmini izləməyə otururam.
Təxmini hara ötürürsüz? Eldə yəni AI-yə ötürürəm. Yəni burada məsələn OpenAI-yə ötürürəm və OpenAI-nin yəni output-a görə Bəs məndən hansı məlumatları əldə edirsiniz? sizin sadəcə məsələn hansı ki public olan məlumatlar. Public olan məlumatlar nədir? Sizin device dilinizi, hansı ki nə bilim Chrome-dan girirsiniz, telefonla və desktop-dan girirsiniz və həmçinin hansı dildən istifadə edirsiniz, Azərbaycan dili, ingilis dili, rus dili və s. Və həmçinin də hardan gəlmisiniz? Yəni bu Google, Facebook, ChatGPT və s. budur. Bunlar da public datadır da. Yəni məsəl üçün bu browserda da məsəl görülə bilər, hər tərəfdə görülə bilir deyə public datadır. Bu datalara əsasən və müəyyən bir əslində təcrübə, belə deyim də, product experience təcrübəsindən qataraq bir təxmin gətirirəm ortaya və deyirəm ki, Banu xanım belə bir istifadəçi qrupuna daxildir. Və o istifadəçi qrupuna LLM-ə göndərirəm, deyirəm ki, bu Banu xanımdır və belə bir istifadəçi qrupuna daxildir. Səncə o necə bir istifadəçidir? Mən ona necə verməliyim ki, o saytı həmin dəqiqə başa düşə bilsin, aplikasiyanı həmin dəqiqə başa düşə bilsin. İndi demək istədiyim şey budur ki, məsələn üçün bu Banu xanım haqqında təxminlədiyim user ID, mən onu ötürürəm ID-ni deyək ki, LLM-ə, yəni AI-ya ötürürəm. Bu hər hansı bir legal tərəfə restrikt edirəmmi və burada məsələn bir maneə varmı legal tərəfdə? Buna açıq baxmaq lazımdır. Ola bilər ki, yəni biraz sahə özü spesifikdir və əgər Avropaya toxunursa, artıq orada siz GDPR-ı nəzərə almalısınız. O hissələri də var. Onun üçün və həmçinin data özü də biraz orada da yanaşma çox striktdir. Yəni hər şey nəzərə alınmalıdır. İndi o məhsulun tam o detallarını bildikdən sonra nəsə demək olar, amma yaxşı olar ki, sırf bu sahədə ixtisaslaşmış bir vəkilə, yəni Amerikada artıq bar laysensi olan vəkilə müraciət etməz daha doğru olar, çünki onlar düzgün istiqamət vermiş olar. Amma hər bir halda sizdən istənilən nə olacaq ki, sxem necə gedir? Yəni mən ümumiyyətcə mənim haqqımda məlumat formalaşırsa, mən sizə hansı məlumatları verməliyəm? Verirəmmi və daha sonra mən nə alacağam? Hər hansı bir reklam gələcəkmi mənə, hər hansı bir məhsulla bağlı və s. və ilaxır. Yəni biraz spesifik. Mən sizə onun öz layihəni, həm layihəni, həm manifestosunu, həm dokumentasiyasını göndərsəm, siz bəlkə də orada işlədiyiniz qurumda və ya təhsil altı qurumda bəlkə də bunun bir şey eləyəbilirsiniz hansı bir şəxslə. Mən yönləndirməyə çalışaram. Əslində məndə AI üzrə belə deyim də bir klassım olmayıb, amma bizdə AI üzrə təhsil aldığım müəssisədə o sahə üzrə ixtisaslaşmış bir professorlar mövcuddur. Yəni ona yönləndirə bilərəm, amma bilmirəm nə qədər yəni onlar geri dönüş eləyəcəklər. Çünki şəxsi tanışlığım yoxdur, açığı deyim. Amma yenə də try etmək olar. Amma bir də nəyi deneyə bilərsiniz? Məsələn, sırf o sahə üzrə ola bilər ki, hər hansı bir vəkillər, düzdür, bu da ehtimal çox aşağıdır, pulsuz hüquqi konsultasiya verir. Və daha sonra ola bilər ki, pulsuz hüquqi konsultasiya versin, daha sonra sizə onun implementasiyasında da kömək edə bilər ki, sırf Amerikan qanunlarına, regulationlarına uyğun olsun. Belə bir şey də ola bilər. O da ehtimal çox aşağıdır, çünki Amerikada pulsuz nəsə tapmaq çox çətindir. Amma yenə də denemək olar. Yəni ki, bəlkə o necəsə faydalı ola bilər. Dəqiqləşdirmək soruş. Elləmə məlumatı ötürdüyü üçün kartı istifadə olur, yoxsa məlumatı sən özün yığdığın üçün kartı istifadə olur? Məlumatı mən alıram. Məsələn üçün bunu elləmə ötürürəm. Bunu ötürmə prosesi. Elləmə OpenAI-yə ötürdüyü üçün. Open source və s. yoxlamısan, yoxsa orada o qədər güclü modellər yoxdur? O qədər güclü modellər yoxdur. O recommendation verə bilən. O recommendation verə bilən. O şey yoxdur. Amerika qanunu yəni mən ittifaq oxuyanda bu tip məlumatlar, yəni GDPR üçün hər halda siz məsələn mənlə bağlı open-da olsa, open olsa yəni yox. Siz belə başa düşünün ki, sadəcə olaraq device ID və s. ilaxı üçün bu məlumatlar əgər məni identify edirsə, yenə o qanunvericiliyin çərçivəsində düşür. Östəgə siz hələ bunu kateqoriyalaşdırırsınız ki, deyirsiniz ki, məsəl üçün İbrahim tutan iPhone-dan giribsə, deməli iPhone istifadəçisidir. Bunun biraz pulu çox ola bilər. Mən ona görə tutan aviabileti daha çox qiymət verirlər. Bu kateqoriyalaşdırma sayılır deyə onda da yəni həmin qanun verir. Yəni ola bilər ki, siz harası open source-dan götürmürsünüz, amma open source mənə aiddir və üstəgə mənim məlumatımı kateqoriyalaşdırırsınız deyə GDPR təqdim olunur. Yəni Amerikada şeydə belədir. Bu privacy policy cookies onun üçün deyil. Nisbi olarak yes. Ama orada müsbət bir mötərizə olmalı.
olmalıdır. Yəni device ID götürürəmsə, amma mövzuya içində 100% bir şey qeyd olunur ki, məncə device ID götürürsənsə, yəni məsəl üçün bunlara olaraq qeyd etməlisən falan məsələ. Device ID, yəni mənim device-ım. Düzdür. Yəni o device ID-ni bilən adam, onu belə deyək də, oxuya bilən adam biləcək ki, bu device İbrahim aiddir, Məhəmməd aiddir, Seyid İbrahimdir. Avtomatik mənim məlumatımdır. Ona görə o mənə buna görə personal məlumat var və GDPR tətbiq olunur. Və üstəlik siz o məlumatı boşda saxlamışsınız, başqası kateqoriyalaşdırmalı, onu da vapşe istəyir. Bir də məsələn mən də indi sizin dediyinizə də qatılıram. Bir də subyektiv fikrim nədir? Əgər siz məsələn statistik bir məlumat paylaşırsınızsa, anonimləşdirilmiş, bu bəlkə də qəbul olunadır, amma yenə də Amerika qanunvericiliyinə baxmaq lazım. Məsələn, Azərbaycanda anonimləşdirilmiş bir statistik məlumat, hesabat paylaşırsansa, indi baxır onun da o meyarları və s. var, amma o ümumən qəbul olunandır. Amerikada da aşağı-yuxarı ola bilər ki, statistik bir şeylər paylaşılsa, yəni hər hansı bir o data üzərindən formalaşsa, ola bilər ki, yəni buraxıla da bilər, amma yenə də gələk regulationları nəzərə alasınız, çünki daha sonra o penalty və s. yəni məhkəmə və s. çəkişmələri olmasın. Belə ilə bağlı bir məhkəmə keysini sizlə paylaşmaq istəyərdim. Daha çox belə deyim, bu hüquqşünaslara bəlkə də daha çox maraqlı ola bilər. Biz hazırki gündə AI-dan yetərincə yəni istifadə edirik. Deməli, Amerikada belə bir keys olmuşdu ki, bir şəxs ümumiyyətcə, yəni əslində personal injury keysdir, amma gedir toxunur AI-ya. Bir şəxs bir ölkədən digər ölkə, Amerikanın digər statetinə uçduğu zaman orada araba ona dəyir və xəsarət alır və burada personal injury кейsi yaranır və adam müraciət etmə xəsarət almışam və müəyyən bir kompensasiya və s. əldə etmək istəyirəm. Və həmin şəxsi də təmsil edən vəkil deməli bir növ belə deyək də iddia ərizəsində bir neçə keyslərə istinad edir. Həmin keyslərdə EYAV üzərindən qurub. EYAV üzərindən qurub deyəndə məsələn ChatGPT-yə atıb ki, sırf bu keysə uyğun mənə case law-nu çıxar. O da yəni filankəsə qarşı, məsələn, Əli Vəliyə qarşı belə bir keyslər çıxarıb, amma əslində belə bir keyslər yoxdur. Xeyr. Və məhkəmədə də qarşı tərəfin vəkili axtarır həmin keysləri. Əlbəttə ki, yəni biz də etiraz etməliyik, digər tərəf də tanış olur, etiraz bildirir. Axtarır keysləri tapa bilmir və hakim də tapa bilmir. Və müraciət eləyir həmin o məlumatları təqdim edən vəkilə ki, siz bu məlumatları hardan əldə etmisiniz? Çünki belə bir keyslər biz tapa bilmirik. Nə Westlaw-da var, nə Lexis-də var, nə də məhkəmə o arxivində mövcuddur da. Və yenə də həmin şəxs vəkil müraciət edir yenə AI-ya ki, bəs sən bunu nəyə əsaslanaraq vermisən? Bəlkə sizin də təcrübənizdə olub ki, məsələn, mənim özümdə şəxsən olub, mən GPT-yə nəsə yazanda bizim Azərbaycan qanunvericiliyini GPT yaxşı bilmir, ChatGPT yaxşı bilmir və mənimsəmir. Məsələn, verə bilər ki, Mülki Məcəllənin 58-ci maddəsi. Açıb baxırsan ki, 58-ci maddə tamamilə başqa bir şeydir. Elədir. Günəş məcburiyyətində də deyil. Əsas gələk bilsinlər ki, nəyi harda axtarmaq lazımdır. Daha sonra o bizə hamısı yəni çözülə bilən bir şeydir də. Və yəni ki, GPT də məsələn istinad edir hər hansı bir maddəyə. Eyni şeydə yəni Amerikada hər hansı bir кейslərə istinad edir və mən özüm GPT-yə deyəndə ki, sən bunu hardan götürmüsən? Belə bir şey yoxdur axı. Mülki Məcəllənin falan maddəsi budur, amma sən belə bir şey deyirsən. Özü konkret bildir ki, hə düz deyirsən, bağışla. Yəni belə üzr də istəyir. Düzdür. Yəni Amerikada da eyni. Yəni istinad etdiyi keyslər ümumiyyətcə mövcud deyil. Yəni Amerikada olmuyor. Bilmirəm hansı bazadan onlar o data implementasiya olub, bilinmir. Amma yəni həmin vəkil cərimə olundu. Personal injury кейsi bir qıraqda qalmışdı. Amma vəkil də cərimə oldu ki, yəni səhv məlumat təqdim edib və AI-dan istifadə etmək bu, yəni qəbul olunan bir praktikadır. İşimizi asanlaşdırır, tezləşdirir. 5 dəqiqə ərzində, yəni 1 saat ərzində mənol görə biləcəyimiz işi 5 dəqiqə ərzində bizə AI görməyə belə deyək də bir növ dəstək olur. Amma bu demək deyil ki, biz ona tam olaraq güvənməliyik. O professional responsibility artıq mənim öz üzərimə düşür ki, mən onu yoxlamalıyam ki, məhkəməyə sənəd verirəmsə yoxlamalıyam ki, doğrudan da yəni belə bir keyslər mövcud olub, olmayıb. Yəni tam olaraq AI-ya güvənmək olmaz o cəhətdən. Məsuliyyəti birbaşa olaraq AI deyil, əlbəttə ki, şəxs özü daşıyır.
Bu təzə testi yoxsa köhnə? Bu yeni кейslərdən olmalıdır. İlini dəqiq bilmirəm, amma istəsəz bölüşərəm daha sonra sizinlə. Adını da bölüşüm. Və həmçinin research, əsasən mən də həmçinin rastladım, sonra bir şey, qanunla bağlı bir şey soruşdum. Sadəcə web search elədi və yetərə qədər informasiya ilə dönüşəcək bilər, yanlış yönləndirmə verdi. Onun research funksiyonallığı... 2019-da sözünüzü kəsirəm. Mata Aviankaya qarşı. 19-dur, bəli. Onlar çox zəif olur vaxt. 19 elədir, hə. Web search çünki axır illərdə daha da gücləndi bu OpenAI-də, Cloud-da. Bir də daha dəqiq nəticə üçün Deep Search funksiyonallığı var. O ümumiyyətlə gedir, bütün qanun səhvlərini müəyyən şəkildə oxuyur, daha dəqiq yönləndirmə verə bilir. Düzdür, indi daha rahatdır. Məsələn, 2019-da elə deyildi, amma indi məsələn adicə götürək ki, indi Azərbaycan qanunvericiliyi götürək ki, GPT bilmir. Mülki məcəlləni göndərirsən, beyninə yazırsan, sonra sual verəndə artıq necəsə düzgün bir istiqamət verə bilər. Düzdür, yenə də səhvlər olur, amma əvvəlki dövrə baxanda yəni getdikcə daha çox inkişaf etmiş olub yəni. Amma hətta bəzi artıq araşdırmalarda da istinad kimi deyirlər ki, AI qoyun kimi, AI verdi araşdırmanı, ya AI düzəlişləri. Müəlliflik hüququ da qoruyun. Hə, artıq elə feedbacklər gəlir ki, düzəldin onu. Siz istifadə edirsiniz? AI-dan? Bəli, yəni niyə də yox? Yəni qanunvericilik, yəni yerli qanunvericilik üçün yox. Yəni istənilən hallarda, yəni şəxsi belə deyim də, hər hansı bir tək yəni hüquqi məsələlərdə deyil, istənilən məsələlərdə, yəni gündəlikdə nəsə bir şeylər çıxır. Yəni mən ümumiyyətcə düşünmürəm ki, AI hüquqşünasları əvəz eləyəcək. Xeyr, hətta düşündüyüm odur ki, AI məsələn AI-dan istifadə etməyən hüquqşünaslar, AI-dan istifadə edən hüquqşünaslarla əvəz oluna bilər. Nəyə görə? Yəni AI-dan istifadə etmək də özü bir bacarıqdır. Yəni AI-yə tək yazmaq ki, mən bunu necə edim, düzgün deyil, yəni sənə düzgün promptu vermək lazımdır. Bunu yəni hamı ümid edirəm ki, yəni düşünürəm ki, hamı istifadə edir və bilir bunu. Promptu düzgün verəndə düzgün və dərin belə deep dive bir araşdırma nəticəsini almaq olur. Mən məsələn elə düşünürəm ki, AI-dən istifadə etmək lazımdır və gələcəkdə AI-dən istifadə etməyən hüquqşünas, AI-dən istifadə edən hüquqşünas tərəfindən əvəz oluna bilər. Çünki yəni time management-də vaxtımıza da qənaət etməliyik. Təzə formatda bir qayda var ki, hansı AI istifadə etməlidir, nə qədər istifadə etməlidir bilməsin. Çünki tokenlərin sayı var. Sonra part istifadə edə bilmək. Məsələn, gərək kəsəndə müqavilə qraft edirəm, sırf bu klonun falan 4-7-si mərkəzi eləyəcəklər. Təbii. Ki, çoxu token yandırmasın. Yəni, onun da ki, idbar edirlər ki, sən onu biləsən ki, konveyör nəyə istifadə edir, nəyə email istifadə edir, klon fail olub başına verir. Düzdür, elədir. Bir də əsas məsələ nədir? Konfidensiallıq. Məsələn, mən indi hüquqşünaslıq kontraktı atırıq AI-ya ki, bəs mənə riskləri bildir, ümumiyyətcə summary ver, müqavilə nə haqqındadır. Bu düzgün deyil, nəyə görə? Çünki sən müqavilə, tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri özü konfidensialdır və sən onu artıq AI-ın datasına əlavə etmiş olursan və gələcəkdə AI da yəni nə edir? Yəni onun üçün əsas nədir? Datadır. Daha əvvəldə, yəni indi məsələn pullu subscriptionlar var, amma yenə də pulsuz xidmət göstərən AI-lar da var ki, düzdür, limiterumdur amma yenə də xidmət göstərir. O da nəyə görə? Çünki onlara data lazımdır. Data qalır və belə deyək də bir növ konfidensiallıq pozulur. Amerikada da məsələn onların bar association'da bu kimi mövzular daha çox önəm verir ki, buna diqqət etmək lazımdır. Həm etik baxımdan, həm də konfidensiallıq baxımından. Yəni hər bir məsələni, mövzunu, materialı AI ilə paylaşmaq olmaz. Çünki üçüncü tərəflərin, bəli, Çalışdığımız qurum hal-hazırda bunun üçün, bunun qarşılanmaq üçün nasıl bir tool'dan və ya layer'dan istifadə edir yoxsa? Ümumiyyətcə yəni istifadə etməyin. Yox, amma ümumi tövsiyə odur ki, yəni konfidensial tərəfləri silməklə, məsələn, necəsə paylaşmaq və ya yəni materialı sənədi paylaşmaq deyil də, amma məsələn müəyyən bir istiqamət, məsələn, götürək ki, kontraktda belə bir məqam var. Mən bunu necə çözə bilərəm, bu nə deməkdir kimi. Yəni bununla bağlı mənə məsələn Amerikada case law ver, ümumiyyətcə yəni bu kimi məsələlər necə çözülür və s. Belə bir yönümlü müraciətlər normaldır, qəbul olunandır. Amma
hər hansı bir sənədi paylaşmaq əlbəttə ki, bu yəni heç bir işə götürən tərəfindən qəbul olunmaz deyə düşünürəm də yəqin ki. Təzə AI-lar var, siz görürsünüz. Bizim kitabçıda işləyirimiz, Harvey AI-si. Harvey AI, yəni onu AI-ın datasını sistemine göndərirlər, kitabçısının data centerində sadəcə lisenziyanı almış, götürüb kitabçısı var edir. Amma dataları özümüzün serverlərini içərisində Harvey istifadə problem olmur da, yəni çünki data elə özümüzün Yəni o belə deyək də, o bir növ sizin müəssisəyə uyğun, adaptasiya olunmuş bir software kimi çıxış edir deyə, bu normaldır. Yəni eyni məsələn bizim şirkətlərdən daha çox istifadə olunan nədir? Bu işə götürmə, bu software və s. bu tətbiqləri və s. Orada da yəni işçinin bütün məlumatları paylaşılır, amma o həmin o serverlərdə və admin funksiyası olan şəxs onu görə bilər. Düzdür, orada da müəyyən konfidensial, amma onlar artıq müqaviləylə tənzimlənir ki, o konfidensial məlumatları paylaşmaq olmaz. Eyni ilə də sizdə. Yəni artıq o server üzərində qurulub hər şey və limitini. İndi bilmirəm, adminin orada ümumiyyətlə çıxışı var ya yoxdur, onu yəni heç kim bilmir. Mənim promptuma çıxışı yoxdur, amma biz vault yarada bilərik. Biz shared bir promptlar verə bilərik, shared bir paralar. Onda hamı görə bilər. Yəni kimə şeir eləmişəm onu, amma sırf mənim promptlarım, mən nə qoymuşam, sonra məndə qalır. Bəs softun sahibi necə? Softun sahibi Harvey AI-nın yaradıcısı, US şirkətdir. Amma sırf onun belə deyil, necə işlənir, hansı data icazə verər, hansı data qəbul edir, o data harada qalır, o kitabçısı özü müəyyəndir. Yəni biz, məsələn, mən hansı prompt yazam, hansısa basic yəni o kitabçının serverində qalır. Harvey sadəcə lisenziyasını alıb kitabçısı özünü oluşturur. Bildim, başa düşdüm. Yəni o kitabla belə deyil, Harvey'nin öz serverində getmir, kitabçısının serverində içərisində. Onun bütün formlərdə elədir və by design elə yaradıblar ki, problem çıxmasın. O datanı treyn eləmək üçün sintetik data yaradır. Götürürlər, məsələn, deyirlər ki, associate'lərin, law firm associate'ləri müqaviləni review edəndə bu tipdə promptlardan istifadə edilir. Yəni, sadəcə pattern'ı qururlar, onun əsasında AI treyn edirlər. O mənim promptum əsasında, mənim hansı data ilə, hansı bir PDF var, onları baxa bilmirlər. O sadəcə pattern'ları Yəni konfidensiallıq prinsipi tam olaraq qorunur, əslində bu çox yaxşıdır. Çünki həssas məlumatlarla belə deyək də hər kəs işləyir və s. Yəni onun da paylaşılması üçüncü tərəfdə üstündə bilmirəm də Azərbaycanda olan o proseslərin Amerikanı o softun sahibinə hər hansı bir ümumiyyətcə marağı var və ya yoxdur. Yəni bir növ, amma yenə də o konfidensial. Təbii. Yəni Big Four olduğu təqdirdə də əlbəttə ki, o da çox həssasdır. Başqa kimin nə sualı var? Buyurun. Bakalavr təhsili Azərbaycanda və Səhət alındığında, magistr metod alındığında nəsə işlə bağlı problemlər, səhərlər olduğunu Necə, bakalavr məsələn Azərbaycanda bakalavr almısınız, magistr ABŞ-da almısınız, harada problem yaranır? Deyirlər ki, dövlət qruplarında məsələ çalışmaq üçün, səhvələnərsə, qanunvericiliyi fərqli olduğu üçün müəyyən imtahanlar tələb olunur. Amerikada nəzərdə tutursunuz. Yəni təbii ola bilər, müraciət etdiyiniz pozisiya əsaslanır. Məsələn, götürək ki, ola bilər bankda çalışmaq istəyirsinizsə, bankda lawyer olaraq çalışmaq üçün gərək bankın regulationları biləsiniz. Həm regulationları tam oxumaq deyil, experience olmalıdır. Əgər bunları nəzərdə tutursunuzsa, o da bir növ imtahan deyil, məsələn, sertifikasiyalar ola bilər və ümumiyyətcə bilik və bacarıqlar yoxlanıla bilər. Bu suala mən cavab verə bilərəm istəyirəm. 4 ixtisas var Təhsil Nazirliyi tərəfindən. İnsan həyatına birbaşa təsir edən ixtisaslar. Hüquq, tibb, müəllimlik və mühəndislik. Bu 4 ixtisası xaricdə yer alsan, 2 cür imtahana girirsən. Birincisi məsələfikasiya edir. Təhsildə keyfiyyət təmin edir. O sənə məsələfikasiya qaydalarını eləyir. Amma onun ardından həmin ixtisaslar üzrə peşə fəaliyyətlə davam etmək üçün tibbin imtahanı var, dövlət imtahanı var. Sən hüquqşünas tutmuşsansə, digər 50 sualdan ibarət səni test edir. Nə öyrənmirsən sən hüquqda? Çünki sən sabah gedib vəkil olasın, hakim olasın və ya da prokurator işçisi olasın. Sən necə təsir edəsən bir insan həyatına? Həkimsənsə, eyni fərqdə olur. Sadəcə bu 4 ixtisas, geri qalan heç bir ixtisas edir.
Tam desene USA. Mən ola bilər, hə, sualı tam düz başa düşmədim. Siz bakalavr Azərbaycanda, məsələn götürək hüquq təhsili var Azərbaycanda. Qısa sırf deyək ki, Azərbaycanda bakalavr təhsiliniz var, yəni magistr təhsilinizi almışsınız orada. Hüquq təhsili. Davam edirsiniz. Hüquqşünas sahəsində çalışmaq istəyirsiniz. Ya vəkil olaraq və ya Amerikada nəzərdə tutursunuz. oralarda problem yaranır. Dövlət qurumlarında, Amerikan dövlət qurumu, belə deyək, Amerikanın dövlət qurumlarında elə birbaşa job description-ı yazırlar ki, vətəndaş işə qəbulu, yəni vətəndaşlıq məsələlərinə baxılır. Bir də ola bilər ki, məsələn JD, yəni məsələn hüquqda necədir? Onlarda bir proqram var JD, bir növ bizim bakalavriata bərabər kimi də deyə bilərik. Requirement-da birbaşa yazır ki, JD Amerikada olmalıdır. Məsələn, məndə LLM Amerikada var. Bakalavr Azərbaycandadır, amma indi işə götürən öz müəyyən edir ki, JD Amerikada JD təhsili olmalıdır. Ola bilər, amma ki yenə də o fərqlidir. Daha çox mən o vətəndaşlıq mənsubiyyəti məsələlərini görmüşəm, elə bir limitlər var. Amma digər yəni ki, daha çox yəni experience-dir də. Əgər praktika tələb olunmursa, onu proof eləməz. Praktika yoxsa təbii ki, yəni o işə girmək də öz artıq bir sual altındadır da ki, əgər mən misal burada deyək, bakalavr təhsiliniz var, praktikanız var, dövlət qurumunda və sairələrdə, amma əsas hüquq sahəsində. Daha sonra isə orada oxuyub və işə qəbulda onlar deyilir, göstərilir ümumi olaraq qəbul edirlər. Deneyə bilərsiniz, amma yenə də dediyim ki, o job description requirements birbaşa qeyd olunur. Yəni minimum nələr olmalıdır, səndən gözləntilər nədir? Onlarda əgər uyğunsuzsa, əgər compliance-sızsa, yəni müraciət etməkdə məncə bir problem olmayacaq. Bir də yəni siz dediyiniz kimi o digər məsələ nostrifikasiyadır və s. və axır orada artıq yəni Azərbaycan tərəfində olan məsələlərdir də, düzdürmü? Mən sual təsirlənmiş. Xanım tarixdə oxuyub Azərbaycan. Burada artıq əksin yenə yeni qayda olacaq. Buranın uyğunluğu dəstək etdirmək istəyirsinizsə yenə bir sertifikasiya eğitimi olacaq. Sizə sahə nədir tam olaraq? Məndə sahə biraz başlayıb, özüm hal-hazırda bir iş dərəcəniz başlayaraq çalışıram. Gələcəkdə təslimat fikrim var. Ona görə maraqlıdır. Sizə burada bakalavr var, düzdürmü? Bəli. Yəni məsələn götürək ki, siz Amerikaya gedib LLM təhsili alıb, orada OPT-dən sonra OPT zamanı iş üçün müraciət etməyi və s. planlayırsınız da? Tam planlanır, sadəcə maraqla belə deyək, əvvəlcədən bir araşdıraq falan ki, görürük necə olur. Yəni mən məsələn bu job description-larda daha çox apply eləyəndə daha çox limit nədə görürdüm? Sırf immigration tərəfindəki vətəndaş istəyirlər. Hətta yəni çirkli pulların yuyulması üzrə ixtisaslaşmış bir orqan var. Bankların belə deyim də bir növ regulyatorlarıdır. Məsələn onlar bizim professor bildirirdi ki, onlarda internship proqramı var və s. və axır. Və sual verəndə ki, mən apply eləyə bilərəm. Orada müəyyən olundu ki, internship belə foreign studentları götürmürlər. Yəni citizen olmalısan. Yəni belə bir dəyişən bir şeydir, amma yenə də olmasın dövlət, olsun özəl. Yəni müraciət etmək üçün en qədər yerlər var. Yəni job market genişdir. Əsas odur ki, sizin experience uyğun olsun. Buyurun. Adətən hüquqşünaslar məsələn adələşmiş buradan olaraq relocate edənlər, istər işlə, istərsə də belə. Hər hansı bir hüquqşünasdan və ya konsaltantlar alırlar. Sizdə belə bir xidmət var mı məsələn ki, konsaltant verirsiniz mi insanlara? Ümumi yəni bəli, yəni sırf təhsil yolu ilə Azərbaycana, Amerika getmək istəyən şəxslər ümumiyyətcə viza kimi məsələlərdə, yəni dəstək olmağa hazıram. Yəni deyən kimi olmuşam da. Yəni belə bir əgər hər hansı bir sualınız olarsa gələcəkdə də müraciət edə bilərsiniz. Və hətta təhsil müəssisəsinin seçimində və s. Ya o ümumi informasiya deyirəm. Məsələn, göstərik qanunlarına uyğun olaraq orada yaşam icazəsi üçün müraciətlər olsun, sənədlər, bu tip. Yəni bir də immigration, mən immigration law-da çalışdığım üçün bəli, yəni o hissədə. Yəni tamamilə ödəniş əsaslarla soruşuram. Yəni belə müraciətlər olduğu təqdirdə konsaltant xidmətləri verirsiniz. Belə deyim, immigration law-nun müəyyən o sahələrinə məsələn talant vizası, EB1, EB2, EB-NIW, o sahə üzrə mən ixtisaslaşmamışam, deyə konsultasiya verməyim düzgün olmaz. Orada yalnız mən yönləndirə bilərəm təmənnası, amma digər sahələr üzrə, məsələn, sırf belə deyim də, özüm keçdiyim yol üzrə bildiyim, yəni praktiki, həm nəzəri bilikləri paylaşmaqdan, yəni konsultasiya verə bilərəm.
Onda əlavən dövründə internship eləmək alınır. LLM dövründə belə deyim, mənim deməli təhsil aldığım müəssisədə klinika var idi. O bir növ internship idi. Belə götürək də tax law üzrə internship keçə bilərdiniz. İndi bilmirəm bu digər universitetlərdə var və ya yoxdur, amma mənim çalışdığım, oxuduğum təhsil müəssisəsində var idi belə bir imkanlar. Və internship üçün də müraciət edə bilərsiniz. Əsas odur ki, sizin orada social security number-a ehtiyac olmur. Bir də məsələn, social security number-ı nə vaxt ala bilərsiniz? In campus work. Məsələn, universitetdə təhsil ala-ala universitetdə çalışmaq. Yalnız yəni universitetin müəyyən o sahələr var, orada çalışa bilərsiniz. Onda artıq siz social security number-ı öncədən almış olursunuz. Apply edirsiniz və almış olursunuz. Müəyyən onun da düzdür, restrictionlar var, müəyyən bir saatlarda çalışa bilərsiniz. Səhv eləmirəmsə, həftədə 20 saatdan çox olmamalıdır. Normal iş saatı həftədə 40 saatdır. Amma sırf o proqram üzrə, on campus work-də olanda 20 saatdan çox olmamalıdır. Belə bir requirements-lar var, onları da əməl etmək lazımdır. O, məsələn, social security number-ı öncədən almaq kimi, belə deyək də, o hallara şamil olunur. Amma sırf mənim, məsələn, getdiyim yolda necədir, mən artıq graduation-dan sonra OPT, social security və s. Amma on campus əgər work varsa, çalışdığınız, təhsil aldığınız təhsil müəssisəsində niyədən yox, yəni deneyə bilərsiniz, ödəniş olunur, yəni ki, belə. Internship-də yenə də artıq internship-i verən bir müəssisəyə aid olan məsələlərdə requirement nədir, amma yəni ümumən onun üçün social security nömrəsi tələb olunmur. Məsələn, mənim bir qrup yoldaşım var idi, bizdə deməli 2 semestrda fall and spring, məsələn, o yay tətilində internship-ə getdi. Yəni, bu da çox normaldır, yəni müraciət etmək mümkündür. Bu əslində çox da yaxşıdır. Bu sizin gələcəkdə professional career və sizin belə deyim də bir növ rezümenizə müsbət bir rol oynayacaq bir şeydir ki, siz artıq yəni internship keçmisiniz bu sahə üzrə, elə o sahə üzrə də iş tapmaqda asanlaşdıracaqsınız yolunuzu. Çünki artıq sizin müəyyən bir bilik bacarığınız var. Başqa kimisə nəsə sualı varsa, çəkinmədən soruşa bilərsiniz. İstənilən sual ola bilər. Amerikada ümumiyyətcə mən təhsil aldığım dövr ərzində professorlar bizə dərs keçəndə, yəni mühazirəni deyim deyə, hə, bitsin deyə deyil. Hər zaman sənin fikrin onun üçün önəmli idi. Yəni hər zaman soruşur, nə kimi sualın var. Yəni çox belə bəsit bir sual da vermək çox normal bir şeydir. Adicə bəsit bir sual verəndə də çox deyəcəklər ki, çox standart bir fraza da ola bilər. Deyirlər ki, very good question. Hamısına deyirlər, çox normal da qəbul edirlər bunu. Məsələn, biz bəzən çəkinirik ki, yox da bu çox tüpoy sualdır, mən onu necə verim də, məsələn, professora. Amma çox normal bir şeydir. Yəni ki, vermək olur. Yəni, Amerikada, yəni, məsələn, mən də həmin o, belə deyim də, o təhsil aldığım dövr ərzində əldə etdiyim o praktiki, həm yanaşma təhsil dövründə, artıq o praktikada iş axtarma prosesində də, yəni onları da tətbiq eləməkdə bir fayda gördüm deyə, yəni ki, hamımıza da məsləhət görərdim. Sizdə orada təhsil almaq üçün gələndə bir qədərdən işləməyə icazə verirlər. Və son zaman aldığınız təqaüddə yaşam xərcləri məsələ qarşılıq yoxsa? Belə deyək də, sırf təhsil aldığınız müddət ərzində ümumiyyətcə siz F1 vizasına müraciət edəndə, student vizası F1-dır. Müraciət edəndə onun financial affidavit var. O müəyyən bir requirementdir. Yəni Amerikanın təhsil aldığınız müəssisə və state-ə görə müəyyən bir fix bir məbləğ müəyyən olunur ki, məsələn, sənin təhsil dövrün 1 illikdirsə və ya 6 aylıqdırsa, sənin bank hesabında filan qədər məbləğ minimum olmalıdır. Onları da artıq siz viza intervyu zamanı təqdim edirsiniz. Bir də bu da nə anlamına gəlir? Siz F1-la gedirsinizsə, sizin çalışma work permit yoxdur, çalışa bilmirsiniz. Yalnız on campus work, o sonraki məsələlərdir, amma belə viza intervyusunu keçəndə artıq o sizə o sual verilir ki, sən Amerikada təhsil alacaqsan, nəyin hesabını ödənişləri eləyəcəksən. Əgər sponsor varsa, heç problem yoxdur, çünki şəxsi sponsor kimi göstərirsiniz. Yəni o öncəki proseslərdir də, amma Amerikaya getdim, məsələn, tələbə kimi gedim çalışım, sizdən avtomatik nə soruşacaqlar? Social security number. O avtomatik sualdır. Social security number F1 vizasında olan şəxslər ala bilmir. Yalnız on campus work-da əgər çalışırsa, təhsil müəssisəsinin daxilində orada çalışırsa, onda artıq social security number ala bilir və ya
OPT dövr ərzində və həmçinin legal statusa baxmaq lazımdır. F1 nəyə əsasında verilir? I-20. I-20 də sizin universitet tərəfindən təqdim olunur və sizin ixtisasınız orada yer alır da. Məsələn, məndə Global Business and Financial Law-dur. Mən çalışdığım deməli müəssisə, rol mənim ixtisasıma uyğun olmalıdır. Eynilə də sizdə. Yəni ki, hamısı bir-birinə uyğun olmalıdır. I-20, məsələn, götürək ki, on campusda işləmək üçün Social Security number aldım, amma gedib kuryer kimi çalışacağam, amma ixtisasım mənim deməli hüquqdur. Bu yol verilməzdir də. Yəni eləyənlər bəlkə də var, düzdür, amma ki, yəni bu sabahları aşkar olanda problem yarana bilər. Onun üçün çalışmalıyıq ki, legal statusumuzu qoruyaq. Legal statusda nədir? I-20-də nə yazılıbsa, mən yalnız o sahələrdə çalışa bilərəm. İndi bilmirəm, görüşümüzün əvvəlində siz var idiniz ya, daha sonra qoşuldunuz bizə. OPT deyilən bir dövr, deməli imkan var. Təhsili bitirdikdən sonra OPT-yə başvurursunuz. Adi OPT-də sizin F1 vizası əsasında təhsil aldığınız ixtisasa uyğun olmalıdır. Yəni istənilən işə apply edim, iş tapım deyə bir şey deyil. Məsələn, mənim əgər ixtisasım hüquqdursa, mən accountant axtarırlarsa, yəni o rola müraciət edə bilmərəm, çalışa bilmərəm yəni. Belə bir yəni tələblər var və restrictionlar var, onları mütləq nəzərə almaq lazımdır. Amma o dediyiniz o büdcə və s. onlar artıq viza intervyudan öncə, yəni viza almamışdan öncə artıq o həllini tapmalıdır. Ona bank hesabına adətən yəni elə də göstərilir, yəni mənim bank hesabımda falan qədər pulum var və ya mənim valideynlərim məni sponsor olacaq. Artıq siz valideynlərinizin proof of income-ını verməlisiniz ki, valideynim mənim məsələn sponsor olacaq, bəs onun gəliri nəyin əsasında formalaşacaq. Və ya Azərbaycanda götürək ki, gəlir yeriniz var, nə bilim Airbnb ola bilər və ya sizə gəlir gətirən hər hansı bir digər platformanız var. Onun da yəni gəlirini təsdiq edən sənədlər də verə bilərsiniz. Amma adətən belə deyək də, daha çox praktikada yayılan nədir? Bank statement. Verirsiniz ki, mənim falan qədər bank hesabımda vəsaitim var və mən özümü yəni ki, dolandıra biləcəm Amerikada. Çünki Amerikada belə deyək, adicə housing, kirayə ucuz deyil. Çox bahadır. Düzdür, statedən statedə fərq var. Məsələn, mənim qaldığım ştatda bir studiya, yəni bir otaqlı ev, o da çox yəni kiçikdir. Yəni bizim bir otaqlarla ona heç müqayisə edilməzdi. Əgər tək qalırsınızsa $1500 olacaq. Kak minimum. O da ki, yəni şəhər mərkəzi deyil də, biraz kənar. Lap kənar da olmaya bilər, amma yəni mərkəz olmayacaq. $1500 olacaq. Daha çox məsələn tələbələr niyə indi gələcəkdə getməyi planlayırsınızsa, share eləyə bilərsiniz. Məsələn, yayılıb orada necə sublease olur. Ümumiyyətlə yəni tələbə gedəndə evi kirayə götürəndə yenə də social security number, credit score. O da bizdə olmur. Yəni mən hələ ölkəyə daxil olmuşamsa, Amerika məni yəni tanıya bilmir. Məni nə background check eləyə bilir, nə credit score-ma baxa bilir. Məsələn, elə bir property managementlar var ki, credit score olmadan ümumiyyətlə heç kəsə vermir. Mənim məsələn gedən kimi bir neçə yerə kirayə üçün müraciət etmişdim. Reject alırdım. Application fee-ni heç ödəmirdim ki, yəni orada requirement var ki, credit score məsələn 700 olmalıdır, 600 olmalıdır. Yəni application da ödənişlidir, o məsrəfi niyə çəkim? Amma məsələn daha çox yayılan elə ona gətirirdim. Nədir? Bir evdə otağı kirayə eləmək. Yəni mərkəzdə də ola bilər. Bu həm əlverişli olur, qiymət baxımından yəni financially attractive olur. Onu da məsələn nəzərə ala bilərsiniz. Onun üçün də əgər gələcəkdə bir nəsə dəstək lazım olsa birbaşa mənə də müraciət eləyə bilərsiniz. Müəyyən bir WhatsApp qrupları var. Məsələn bizdə Chicagoda ev kirayə kimsə axtarırsa, müəyyən bir WhatsApp qrupları var. Orada yəni elan yazıb axtara bilərsiniz. Eynilə də düşünürəm ki, digər statelərdə də var. Məsələn New Yorkda var və s. Daha çox yəni belə axtarılır. Məsələn viza intervyusu zamanı o öncədən tələb olunan o baxır deməli hər ştatın özünün minimum o tələb olunan bir məbləği var. Bir də ki sizin təhsil haqqınız. Təhsil haqqı üstə gəl. Məsələn mən nə deyə bilərəm? Məndə 1 illik səhv eləmirəmsə 30 min, 40 min dollar belə bir məbləğ tələb olunur və onu sən göstərməlisən ki, mənim vəsaitimdə bank hesabında bu məbləğ var.
birgə. Məsələn, mənim təhsil haqqım Chicago Kent College of Law-nun vəkillər kollegiyasının memorandumu var və bizə bir növ belə bir scholarship təqdim olunur. O da bir 40%-ədək endirimdir. Yəni çox bir əlverişli bir məbləğ çıxır. Yəni eyni yerdə scholarshiplərə də müraciət edə bilərsiniz. Bəlkə necəsə orada da dəstək almaq olar. Amma minimum indi onu tam hesablı deyə bilməyəcəm, dediyim kimi fərqlidir, amma məsələn financial affidavit, onu artıq universitet sizə özü verəcək ki, minimum requirement nədir, nə qədər pulun olmalıdır və ona uyğun artıq hesablayacaqsınız. Buyurun. Son bir ilə qədər Amerikaya gəlib qeyd eləmək istəsən, şirkətlər sənin üçün $15,000 çıxarıb sponsorship olur. Bir il ərzində isə qanunlar üçün $100,000 Amerika vətəndaşı olmayan üçün. Bu relocate'in sahibi nə qədər təsir edir? Məsələn, burada oraya gedən bir şəxs, İçirli Üniversiteti, məsələn, intervyuda keçdiniz, okey. Amma sizlə eyni deyək ki, keyfiyyət sahibi, bütün hər şeydə eyni 2 nəfər var. Birində şirkət 100 min ödəyir, birində isə Amerika vətəndaşı heç bir ödəmir. Bu nə qədər təsir edir seçimdə? Yəni bir növ sponsorshipdə əslində belə deyim, OPT dövründə iş tapmaq çox, yəni çətin bir prosesdir. Çünki daha çox üstünlük verilir sponsorship tələb etməyən şəxslərə. Məsələn, OPT-dən sonra artıq sizə sponsor ya işə götürən sizə sponsor olmalıdır və ya H1B-yə müraciət edə bilərsiniz. H1B də bir növ belə deyim, bir lotereyadır. İşə götürən sizin əvəzinizdən, əgər işə götürən sponsorship-ə həyata cover eləyirsə, elə müəssisə var ki, eləyir, elə müəssisə var ki, deyir ki, mən H1B-yə müraciət etməyəcəm işçilərə görə. Müraciət edir, adınız çıxırsa, daha o növbəti ikinci stepa keçirsiniz. Ondan sonra məsələn o 1 il, 2, 3 ildir səhv eləmirəmsə H1B çalışma izniniz uzanır. OPT məsələn 1 illikdir, hüquqda 1 ildir. H1B-də adın çıxsa artıq 3 ildə qalmaq kimi bir imkanın olur. O kim ödəyir? H1B orada rüsumlardır, yəni o rüsum belə bir önəmlidir. İşə götürən qarşılayır çox zamanda, əgər işə götürən sponsorship cover edirsə özü də qarşılayır. Amma orada məbləğ çox deyil, o 100 min, 10 min, 15 min deyil. Dəqiq deyə bilməyəcəm, amma yəni 2-3 civarında olmalıdır. Amma yəni H1B üçün hər kəs müraciət, hər istənilən işə götürən müraciət edə bilər. Birinci stepdə ola bilər, ad çıxdı, götür ki, əməkdaşının adı çıxdı, amma bunun ikinci stepi var. Artıq sən financially stable olduğunu sübuta yetirməlisən. Yoxsa məsələn burada sui-istifadə halları ola bilər də ki, mən LLC təsis eləyirəm, H1B-yə müraciət etmək üçün müəyyən belə götürək də bir biznes açmışam ki, mənə müraciət eləsinlər, onun qarşılığında müəyyən bir fee alım və H1B-yə müraciət edeyim. Bununla kifayətlənmir H1B prosesi. Daha sonra sən öz financially, yəni stable olacağın, yəni əməkdaşlara əmək haqqı ödəyə biləcəyini təsdiq etməlisən. Belə bir proseslər də var. Əslində belə deyim də, indiki dövrdə sırf bu immigration, xarici vətəndaşların işə götürülməsi prosesi çox qəliz bir prosesdir. Amma yenə də müraciət etmək lazımdır. Heç vaxt, yəni şans hər zaman çıxa bilər. Hər zaman iş tapa bilərsiniz. Bunu öncədən yəni heç kim deyə bilməz ki, ehtimal etmək mümkün deyil ki, mən iş tapacağam və tapmayacağam. Deneməkdə bir fayda var. Amma o siz dediyiniz kimi də o 100 min bir tələb var. O məsələn mənim getdiyim, mən 25-də Chicagoya köçmüşəm. Səhv eləmirəmsə onu 25-in sentyabr və ya oktyabr aylarında onu tətbiq eləməyə başladılar. Və yəni Amerika bu necə təsir elədi? Daha çox Hindistandan olan, IT sayəsində Hindistanlılar daha çox çalışır da. Yəni işə götürənlər hamısından sponsor ola bilməz, çünki onun financial büdcəsi ona imkan vermir. Yəni çoxsa artıq yəni ölkəni tərk etmək məcburiyyətində qaldı. Yəni belədir. Amma yenə də necə deyirlər, keep applying. Onun üçün yəni adicə xarici tələbə məsələn 100 minlərlə işə müraciət edə bilər, application göndərə bilər. Düzdür, biraz zəhlə tökən bir prosesdir, adam yorulur, hər zaman reject alırsan, unudursan kimdən reject almışsan, nə zaman müraciət edirsən, pozisiyanın adı nədir və s. Amma yenə də keep applying, hardansa çıxacaq. Təbii, elədir. Amma şans hər zaman. Belə bir qulpa düşmüşük. Mən yerlidən demirəm ki. Apply edirsən, never say never var edir. Never say yes.
Reject sistemi reject. Hətta məsələn, job applicationlarda nə var? Sual var ki, are you authorized to work in United States? Onu hər seçirsən, növbəti sual gəlir ki, gələcəkdə sənə hər hansı bir sponsorship tələb olunacaqmı? Orada da artıq yəni seçməlisən, hə ya yox. Mən viza üçün ümumiyyətlə travelda turist vizası üçün müraciət etməyə çalışıram. Miqrasiya. Absurd sual var. İki teröristsən. Hər hansı bir təxribat eləyərsən. Tutal dedim yox. Necə gəlmən elədim. By default olan bir suallardır və səhv eləmirəmsə Yazmış. Bəli. daha öncə bu viza dəstəyi göstərdiyim şəxsə də suallar verilmişdi ki, sən öz ölkəndə təqib olunursanmı? Yəni nəsə bir təqib olunacaq bir ehtimal varmı? Və ya Uqandaya getmisənmi, getməyi planlayırsanmı və s. belə bir suallar da verilir ki, çünki daha çox məsələn mən B1, B2 turist vizası ilə Amerikaya gedənlər Azərbaycana şamil olunmur. Yəni bütün ölkələrdən, yəni B1, B2 ilə apply edənlər daha sonra asylum statusunu almaq üçün müraciət edirlər. Onun üçün onu preventiv olaraq o sualları verirlər. Düzdür, əlbəttə ki, təqib olunan şəxs o suala mən turist vizası üçün apply edirəmsə, çox ehtimal edirəm ki, yəni o suala mən yox deməliyəm də. Hə olsa belə yox deməliyəm, amma bilmirəm, yəni Amerikanın biraz o viza prosesi spesifikdir deyə. Tam olaraq bilmiyorum. Məsələn, sizə verə bilər, sizə verməyə bilər, mənə verə bilər ya da bir gün verə bilər, sabah verməyə bilər. Tamamilə fərqlidir. Orada bir neçə amillər, onların öz daxili bir yoxlama prinsipləri və s. var. Biraz şablon template suallar yazıb bomba cavab verirsən. Həqiqətən. Elədir, düzdür. Təxribat eləyərsən. Yəni mən bunu nə deyim? Plus da istisna var. Məsələn, bakalavr və ya magistr təhsilində orada oxuyan adam full time dərsdən sonra iş tapır. 8 saat işləyə bilərmi? OPT dövrü ərzində və ya on-campus work. OPT dövründə yalnız Employment Authorization Document ala bilərsiniz. Yəni F1-la Social Security Employment Authorization Document gedən kimi almaq mümkün deyil. Yalnız dediyim kimi təhsil müəssisəsində çalışırsınızsa elə ya da ki təhsili bitirirsiniz, OPT-yə müraciət edirsiniz. Amma məsələn götürək ki F1 statusu deyil, B1, B2-da da yəni yoxdur. Turist vizası ilə gedənlər, ölkəyə daxil olanlar da iş icazəsi almır. Amma götürək ki status change edir, adjustment eləyir, dəyişir. Məsələn asylum statusunu almaq istəyir. Asylum statusunu almaq üçün müraciət eləyəndə, formanı dolduranda və s. artıq work permit və s. belə bir şeylər verilir. Amma F1-da elə bir imkan yoxdur. Yəni sırf Amerikanın dediyinə təhsil almağa gəlmisən, təhsili bu al. Daha sonra əgər çalışmaq istəyirsənsə, OPT-yə apply elə. Yəni proses belədir. Təhsil almaq üçün də təhsil Amerikada ucuz deyil, bahalıdır. Sənin müəyyən bir büdcən olmalıdır. Onu da intervyu o zamanı artıq proof edirsiniz ki, mənim büdcəm var. Onu proof eləyə bilməsəniz, məsələn, vizadan çox demək ki, reject ala bilərsiniz. Çünki yəni Amerikaya gedib çalışır, keş işlər ola bilər, çalışacaqsınız və s. Yəni belə bir problemlər də yarana bilər əslində. Ya OPT dövründə niyə də yox, məsələn? Başqa sualı olan var. Bir də tutaq heç kim anlamda görməyəcək OPT vizasında. Nəsə sual varsa buyurun ya da yəni bilim görüşdən sonra kontaktlarımı da bölüşə bilərsiniz. Yəni müraciət eləyə bilərsiniz, yaza bilərsiniz. Bir sual olsa dəstək olmağa hər zaman hazıram. Hüquqşünaslar da əgər istəsəz Chicago Kent College Law-da apply etmək istəsəz, orada da dəstək ola bilərəm. Birbaşa dekanatla da yəni danışa bilərəm. Yəni nə kimi dəstəyə ehtiyac olarsa kömək eləyərəm. Sizdə hazırda yəni Amerikada artıq təhsil alan və ya belə deyim də viza üçün müraciət edən və ya o prosesə hazırlaşan bir şəxslər var aranızda? Müraciət dəfə elədim. Onda reject verdilər. F1? Oradan dedim yəqin bomba söhbətinə həll. Mən yazıq İran videolarını like eləmirəm. Birdən viza verməzlər. Düzü məsələn indi B1, B2-da bilmirəm, deyəsən orada social accountları yoxlanılmır bilmirəm, amma F1, H1B-də olanlara yoxlanılır. Məsələn, B1, B2 müraciət edəndə yerində deyirlər ki, you are approved or denied viza interview zamanı. Amma F1-da məsələn bildirirlər ki,
Məsələn, mən təzəlikcə F1-ımı renew elədim. Məndə artıq müddəti bitmişdi. Status Amerikada aktiv olur o biti dövr ərzində. Amma ola bilər ki, məsələn, pasportda olan viza expireddir. Bu çox normal bir şeydir. Əsas odur ki, statusunuz aktiv olsun. Amma ölkəyə çıxanda giriş edəndə aktiv vizanız olmalıdır. Onun üçün renew edirsiniz. Orada da müəyyən indi sənədlər var və s. Amma yenə də mənə məsələn konsul bildirdi ki, sənin social accountlar yoxlanılacaq. Onlar da hamısını public etməlisiniz. Açırsınız, yoxlayırlar, baxırlar, nələri like eləyirsiniz, nələri etmirsiniz. Bir növ belə deyək də, yəni ölkəyə elədir əslində. Bir növdə yəni o tərəfdən də baxanda ölkəmə buraxdığım şəxsi tanımaq istəyirəm ki, yəni ümumiyyətcə yəni kimdir, maraq dairəsi nədir? Çünki biz o məsələn terroristəm, terrorist deyiləm. Əlbəttə ki, terrorist ona da hə cavabı verməyəcək, yox deyəcək. Yəni onların da özünün o yoxlama prinsipləri var və s. İnşallah kim ki müraciət eləyəcək, hamı approve alar. Green Card lotereyası yəni yoxdur. Bilmirəm, yəni daha əvvəldə bildirdilər ki, ödənişli olacaq. $1 dedilər, nə dedilər? Yəni hazırda hər hansı bir update yoxdur. Bəlkə yəni açılar, yəni apply etmək olar. Yəni Green Card olandan sonra Social Security number avtomatik verilir, Employment Authorization Document avtomatik verilir. Biraz student vizasına gedəndə o limitlər, imkanlar limitlidir də, yəni sən kənara çıxa bilmirsən. Amma Green Card holderlarda o kimi limitlər ümumiyyətcə yoxdur. Təhsil almasan da rahat iş tapa bilərsən, düzdür, indi artıq industriya fərq var. Amma yenə də çətin olmur. Amma əsas odur ki, təhsil alıb və OPC dövründə bu çox yaxşı bir şeydir ki, yəni siz Amerikada praktika almış olursunuz. Bu yəni sabah ölkəyə dönəndə də, Azərbaycana dönəndə də, yəni biz hamımız bilirik ki, Amerikada experience necə də yəni dəyər verilir, dəyərləndirilir. Hobi olaraq belə baxsaq orada Azərbaycanlıların da yükü nədir? Məsələn, elə bilirəm ki, ermənilər çox burada kəsdik orada. Azərbaycanlılar hər hansı bir çoxluq olur və ya da icmaların bir-birinə dəstək olduğu yer var mı? Bir növ belə deyək də, məsələn, mənim olduğum ştatda, Chicago'da bizim bir community var. Daha çox belə social yönümlü tədbirlər keçirirlər. Əslində çox yaxşıdır. Həm Amerikada yəni özünü tək hiss eləmirsən, tanıyırsan, yəni bir çevrən olur, bir də networking-də, amma hər hansı bir maliyyə dəstəyi belə bir şeylə mən qarşılaşmamışam. Diaspora falan belə bir şey yox. Nələr yoxdur? Diaspora bir şey var. Nə var? Çox üzr. Diaspora əlbəttə ki, fəaliyyət göstərir, belə deyək də, daha çox eventlər təşkil edir və s. Amma mən açığı bilmirəm, qarşılaşmamışam ki, sırf iş axtarma prosesində necəsə dəstək ola bilsinlər, artıq sizin özünüzə bağlı olan bir məsələdir də. Amma sırf adaptasiya dövründə çox böyük bir yəni ki, müsbət rolları olmuşdu da. Yəni şəxsən mən çox insanlar tanıdım, yeni dostlar əldə etdim. Yəni bu çox yaxşı bir şeydir. Əgər Chicagoya gəlsəz mütləq xəbər eləyin, community-yə qoşulun. Siz də indi iş üçün Chicagoya gedirsiniz təzədən, yoxsa başqa? Bəli. Xeyirli olsun. Çox sağ olun. İnşallah arzusunda olanlar üçün olsun. Bir də yəni Amerikada daha çox çalışdığım nədir? Məsələn, soruşanda ki, hardansan? Ən çox qarşılaşdığım sual nədir? Hardansan? Və artıq aksentdən tutulur ki, yəni sən native deyilsən də, I'm from Chicago deyə bilməyəcəksən, çünki Chicagodan deyilsən, aksentdən artıq bilinir. Azərbaycan deyəndə də tanımırlar, yəni çoxu tanımır. Bu məqsədlə də açığı mən təhsil aldığım müəssisədə biz indi bir qrup tələbəni, Azərbaycanlı tələbələrlə Azərbaycan Cultural Day təşkil elədik. İndi diasporada və digər Azərtaj və sair onlar da yayımlamışdı. Çalışdıq ki, əsas məqsədimiz də odur ki, xaricilərə Azərbaycanı tanıdaq. Yəni mənim də təhsil aldığım müəssisədə bu ilk dəfə idi baş verirdi. Hətta deyim ki, yəni təhsil müəssisəsi tərəfindən də çox böyük dəstək olundu. Həm yəni ki, otağın ayrılması və s. digər o texniki yenə ki tələb olunurdu. Hamısı təmənnasız təşkil olunmuşdu. Və düşünürəm ki, yəni elə bir social yönümlü tədbirlər də keçirməkdə bir fayda var ki, yəni ölkəmizi tanıdaq. Çünki Azərbaycan çox uzaqda yerləşir və ümumiyyətcə yəni belə deyək də
coğrafiya bilikləri, yəni daha çox yaxında olan əraziləri tanıyırlar. Da Azərbaycanı daha çox məsələn deyəndə ki, mən Türkiyə ilə border Türkiyədir, Rusiyadır, Georgiyadır elə tanıyırlar. Belə yəni çalışırıq ki, o hissədə də necə inkişaf eləyək. Məsələn, bizim professorlar da hamısı, hətta yəni Novruzu belə tanıtdıq, onlara çalışdıq ki, yumurta da döyüşdürdülər və s. Çox maraqlı idi əslində. Sako, hə, Sako da çox yəni socialdır əslində, yəni elədir. Elə Sakonu da əslində hardan tanış olmuşuq, elə eventlərin birində, yəni diaspora tərəfindən Youth Forum keçirilmişdi. Orada bir neçə ştatdan təhsil alan, çalışan Azərbaycanlılar qoşulmuşdu. Yəni orada da bir növ belə deyək də, community təşkil eləyir, diaspora təşkil eləyir. Yəni elə tədbirlərdə iştirak etməkdə fayda var ki, həm çevrən olur, networkingdə özümüzkiləri tanıyırıq. Hara getsək də yenə də o özümüzkiləri özləmiş oluruq da. Adam yenə də özünü biraz fərqli hiss eləyir, yəni. Elədir. Onun üçün yəni sizə də tövsiyəm odur ki, communitylərə qoşulun, pikniklər olur, pikniklərə gedin. İnşallah növbəti proseslərdir. Əsas odur o təhsil, arzunuz nədirsə hamısı Biz ala biləməzsə. İnşallah alarsınız.